Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın komandası BBC-yə noyabrın 14-nədək vaxt qoyub. Ağ Ev telekanaldan $1 milyard dəyərində təzminat tələb edə bilər. Hətta bununla bağlı agentliyə məktub da göndərilib. Telekanal Trump'ın nitqini saxtalaşdırmaqda ittiham olunur. The Telegraph'ın araşdırmasına görə BBC-nin Panorama sənədli filmində Trump'ın redaktə edilən çıxışı yer alıb və bunun həqiqəti əks etdirmədiyi bildirilib. Görüntülərdə onun Amerika Birləşmiş Ştatları Konqresinin ələ keçirilməsini açıq şəkildə təşviq etdiyi və buna çağırdığı təəssüratı yaradılıb. Ağ Evdən bildirilib ki, Donald Trump əslində vətəndaş mövqeyinin dinc vasitələrlə ifadə edilməsinin vacibliyindən danışıb. Bu qalmaqal nəticəsində Yayım Korporasiyasının baş direktoru Tim Davie və BBC News-un rəhbəri Deborah Ternes istefa veriblər. BBC News ətrafındakı mövcud müzakirələr tək səbəb olmasa da qərarıma təsir göstərib. Ümumilikdə BBC yaxşı nəticələr göstərir, amma bəzi səhvlərə yol verilib və baş direktor kimi son məsuliyyəti öz üzərimə götürməliyəm. İndi BBC-dən həmin sənədli filmin yayımdan qaldırılması, üzr istənilməsi və kompensasiya ödənilməsi tələb olunur. Əks halda şirkət hakim qarşısında cavab verməlidir. Bu, həqiqətən də BBC-yə inamı və etibarı sarsıtdı. Sadəcə olaraq bu, siyasi qərəzdən çox kənara çıxır. Düşünürəm ki, onlar Böyük Britaniya əhalisinin böyük bir hissəsi ilə əlaqəni itiriblər. Biz onların uğurlu olmasını istəyirik. Onlar yayım ekosisteminin həqiqətən vacib hissəsidir. Lakin hazırda onlar özlərinin ən pis düşmənidirlər. Bu, BBC-nin adının hallandığı ilk qalmaqal deyil. 1995-ci il noyabrın 20-sində telekanalda Wales şəhzadəsi ilə müsahibə yayımlandı. Bu sənədli filmdə jurnalist Martin Bashir şəhzadə Diananın şəxsi həyatı ilə bağlı ona suallar verir. Lakin müsahibə zamanı jurnalistin bəzi yanlış məlumatlardan istifadə etdiyi üzə çıxdı. Diananın etibarını qazanmaq üçün saxta bank kartlarından istifadə edilib. Bundan başqa, BBC-nin nümayəndəsi müsahibə zamanı Kral Charles'ın şəhzadəni aldatması ilə bağlı iddialar səsləndirib. Proses sonradan məhkəməyə daşındı. 2020-ci ildə o dövrki baş direktor Tim Davie bu saxta məlumatlar səbəbindən Diananın qardaşından üzr istədi. Nəticədə həmin müsahibə tamamilə yayımdan qaldırıldı. Daha bir saxta xəbəri 2022-ci ildə Associated Press yayımladı. Məlumatda Polşaya Rusiya raketinin düşməsi ilə bağlı detallar qeyd olunub. Hətta 2 nəfərin öldüyü də iddia edilirdi. Lakin bir neçə saatdan sonra məlum oldu ki, raket Ukrayna hava hücumundan müdafiə sistemindən atılıb. Yanlış məlumatların dərcində CNN-in də adı çəkilir. Donald Trump'ın oğlunun 2016-cı ildə Wikileaks-dən elektron poçt aldığı bildirilib. Həmin məlumatlarda Demokratlar Partiyasının məxfi sənədlərinin linki olduğu iddia edilib. Lakin sonradan məlum olub ki, CNN hadisənin tarixi ilə bağlı yanlışlıq edib. Əslində nəşrin iddia etdiyi müddətdə artıq məlumat mediaya sızdırılıb. Bu, çox ciddi iddia idi. Əgər fakt doğru olsaydı, bu demək idi ki, Trump kampaniyası hakerlərlə gizli əlaqədə olub. CNN üzr istəyərək məqaləni silib. Bu, telekanalın reputasiyasına ciddi zərbə vurdu. Məşhur xəbər agentliyi Reuters 2006-cı ildə Livan müharibəsindən görüntüləri əks etdirən fotolar yayımladı. Fotojurnalist hücumla bağlı çəkdiyi şəkillərdə qara tüstünün miqdarını süni artırıb. Eyni zamanda İsrail döyüş təyyarəsinin müdafiə məqsədli işıq buraxdığı göstərilib. Lakin şəkillərin manipulyasiya edildiyi ortaya çıxdı. Reuters həmin şəkilləri sildi və Picture Kill bəyanatı paylaşdı. Yəni bu şəkil istifadə edilməsin. Nəticədə agentlik həmin jurnalistlə əməkdaşlığını dayandırdı və onun 920 şəklini arxivdən sildi. Dünyada olan bu tür bir merkez LinkedIn, Instagram, Twitter, X gibi oradaki yalan videoları veya gerçek dışı videoları tespit edip yine yapay zekayla kamuoyunu bilgilendirmek. Yani nasıl Google'a girdiğiniz zaman herhangi bir konu hakkında şu doğru mudur değil midir tarzında bir açıklama araştırıyorsanız eğer orada doğru veya yanlış yazıyorsa aynı şekilde görselleri de herhangi bir görselin doğru mu, fake mi, yalan mı olduğunu da sorgulayabilecek bir birimin olması lazım ve bu birim küresel anlamda olması lazım. Yanlış məlumatlardan qorumaq üçün bəzi media orqanları xüsusi alətlərdən istifadə edirlər. Elə BBC-nin reality check funksiyası fəaliyyət göstərir. Lakin ekspertlər ümumi bir mexanizmin yaradılmasının tərəfdarıdırlar. İndi BBC-nin üzr istəməsi və həmin görüntüləri yayımdan qaldırması üçün bir günü qalıb. Əks halda onu da CNN və CBS-in aqibəti gözləyir.